Uşaqlar, bugünkü mövzumuz olacaq Şəki xanlığı. Şəki xanlığı bildiyimiz kimi Azərbaycanda yaranmış ilk müstəqil xanlıqdır və Şəki xanlığının yaranmasıyla Azərbaycanın dövlət müstəqilliyi növbəti dəfə bərpa edilmişdir. Şəki xanlığı 1743-1819-cu illərdə mövcud olub. Banisi Hacı Çələbi xandır. Hacı Çələbi xan birləşdirmə siyasəti yeritmək üçün 1747-ci ildə Qəbələ Ərəş sultanlıqlarını, 1752-ci ildə Qazax Şəmşəddin Borçalı sultanlıqlarını tabi etdi. 1747-ci ildə Təbrizə, 1748-ci ildə Qarabağa, 1755-ci ildə isə Şamaxıya uğursuz yürüşlər etdi. Hacı Çələbi xanın birləşdirmə siyasəti baş tutmadı. Bunun səbəbi xanlıqlar arasında gedən mübarizə, iqtisadi əlaqələrin zəifliyi və qonşu dövlətlərin müdaxiləsi olmuşdur. Hacı Çələbi xan Osmanlı dövləti ilə diplomatik əlaqə yaradan ilk xanlardan biridir. O həmçinin Şəkidə quruculuq işləri apardı, məscid və mədrəsələr tikdirdi və vergi sistemini nizamladı. Hacı Çələbi xanın birləşdirmə siyasəti Gürcüləri narahat edirdi. Gürcülər 1751-ci ildə Carrah hücum etsələr də Hacı Çələbi xan tərəfindən məğlub edilmişdilər. Buna görə Gürcü çarlığı, Kartli çarlığı 2-ci İrakli qərara gəldi ki, Hacı Çələbiyə qarşı Azərbaycan xanlarından ibarət bir ittifaq yaratsın. Necə ki, Kərim xan Zənd də bunu edib 1763-cü ildə Şiraz qonaqlığı hadisəsində. 1752-ci ildə Gürcü çarı 2-ci İrakli Qızılqaya adlı yerdə Azərbaycan xanlarını, öz müttəfiqi olan Azərbaycan xanlarını əsir tutur. Bu adların tarixdə Qızılqaya xəyanəti. Lakin Hacı Çələbi xan Qızılqaya xəyanətində Gürcü çarının tutduğu xanları əsirlikdən azad edir, Gürcüləri məğlub edərək. Yəni onları bağışlayır. Qızılqaya xəyanətində iştirak edən xanlar Gəncə, İrəvan, Naxçıvan, Qarabağ və Qaradağ xanlarıdır. Hacı Çələbi xan 1755-ci ildə Şamaxıya uğursuz yürüş etdi. Onun vəfatından sonra hakimiyyətə gəldi Ağakişi bəy. Ağakişi bəy öldürülür Məhəmməd Həsən xan tərəfindən. Sonra hakimiyyətə gəlir Hüseyin xan. Hüseyin xanın hakimiyyətə gəlməsində Quba Fətəli xanın böyük rolu olmuşdur. Hüseyin xan dövrü ümumiyyətlə çəkişmələr dövrü kimi yadda qalmışdır. Hüseyin xan bir müddət Quba Fətəli xanla müttəfiq münasibətləri yaradır. O müttəfiq münasibətlərində olur. Lakin sonra Şamaxı orada bunlar arasında mübarizə başlayır. 1767-ci ildə hər iki tərəf Şamaxı xanlığını bölüşdürürlər. 1768-ci ildə isə Şamaxı xanlığı tamamilə Qubanın tərkibinə qatılır. 1769-cu ildə Şəki və Quba arasında müqavilə bağlanır. Bu müqaviləyə görə Quba xanlığı Şamaxının daxili işlərinə qarışmamalı və lazım gəldikdə, Şəki xanlığı Şamaxının daxili işlərinə qarışmamalı və lazım gəldikdə Quba Fətəli xana hərbi yardım göstərməlidir. Hüseyin xanın öldürülməsindən sonra hakimiyyətə gəlmişdi Əbdülqadir xan, sonra hakimiyyətə gəldi Məhəmməd Həsən xan. Məhəmməd Həsən xanın dövründə qanunnamə qəbul edilmişdi. Bu qanunnamada deməli, məmurların vəzifələri və digər münasibətlər öz əksini tapmışdır. 1784-cü ildə Məhəmməd Həsən xan Osmanlı sarayına məktub göndərmişdi. Bu məktubda Gürcü çarının hücumunun qarşılanması haqqında məlumat vermişdi. 1785-ci ildə isə Məhəmməd Həsən xan Quba xanlığından asılı vəziyyətə düşmüşdür. Səlim xanın hakimiyyəti dövründə Ağa Məhəmməd xan Qacarın hücumuna məruz qalır və Rusiya ilə kürəkçən müqaviləsi imzalanır 1805-ci ildə. İsmail xanın dövründə isə İsmail xan Şəkinin sonuncu xanıdır. 1819-cu ildə onun öldürülməsindən sonra Şəki xanlığının varlığına son qoyulmuşdur.